Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə çox dadlı merengalı peçenyalar hazırlayacağım. Bunun üçün bizə lazım olacaq 380 qram un və 200 qram soyuq kərə yağı. Bunları belə ovuram əllə. Yəni birinci rəndədən keçirdirəm kərə yağını ona batıra-batıra. Və bunları əllə ovuram. Tam belə xırda-xırda ovuntu halına gətirirəm. Sonra isə içərisinə 3 yumurtanın sarısını əlavə edirəm. Və 100 qram qatıq. Və indi isə əllə yoğururam. Baxın, əlavə un əlavə etmirəm. Belə hazırlanan xəmiri 1 saatlıq qoyuram xaladelnika. İndi isə içliyi hazırlayıram. İçlik üçün bizə lazım olacaq 3 yumurtanın ağı, 150 qram şəkər tozu, 1 paçka vanil, hardasa yarım çay qaşığı qədər limon duzu, limon suyu, üzr istəyirəm. Və ən axırda 25 qram nişasta, kartof, kukuruz fərq etmir. Nişastanı əlavə edib qarışdırıram. İndi isə xəmiri götürürəm, 2 hissəyə bölürəm. Bir hissəni baxın belə unluyub yayıram. Baxın belə bir nazikliyi də olmalıdır. Hazırlanan içliyi, yəni merenganı da gözə yarı təxminən yarıdan bölürəm və yaxıram xəmirin üzərinə. Və üstdən doğranmış, xırda doğranmış qoz əlavə edirəm. Və indi videoda gördüyünüz kimi kəsib bükəcəm. Baxın belə bükürəm. Və 180 dərəcədə qızdırılmış sobada bişirirəm. Tez bişir, yəni baxın yanmasın. Artıq hazırdır. Çox dadlı alınır. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və mənə dəstək çıxmağı unutmayın. Çox sağ olun.